Ali təhsilimi 2004-2008-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının Faydalı Qazıntı Yataqlarının İşlənməsi fakültəsində Açıq Dağ Mədən İşləri ixtisası üzrə bitirmişəm. Əmək fəaliyyətimə 2010-cu ildə SOCAR-ın Azneft İstehsalat Birliyinin Əmirov adına neft-qaz çıxarma idarəsində neft-qaz hasilatı üzrə operator olaraq başlamışam və 2014-cü ilədək bu vəzifədə çalışmışam. 2014-cü ildə Salyan Oil Ltd əməliyyat şirkətinin quyuların əsaslı və yeraltı təmir sexində usta vəzifəsinə işə qəbul olunmuşam və 2016-cı ilədək burada əmək fəaliyyətimə davam etmişəm. 2016-cı ildə SOCAR Polimer şirkətində mühəndis şəbəkələri üzrə operator kimi işə başlamışam. Daha sonra reaktor sahəsində operator, mərkəzi idarəetmə otağında operator, aparıcı operator texnoloq və növbə rəisi vəzifələrini icra etmişəm. 2020-ci ildən indiyədək polimerizasiya üzrə qrup rəhbəri vəzifəsində çalışıram. Neftçi olmağımla fəxr edirəm.